Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Mən Gülər Orcova, FES Akademinin riyaziyyat müəllimiyəm. Bilirsiniz ki, bugün ikinci qruplar üçün blok imtahanı keçirildi və gəlin biz də həmin blok imtahanında deməli düşən riyaziyyat suallarının izahı ilə tanış olaq. Başlayırıq birinci sualdan. Birinci sualda belə bir limit verilib. Deyir ki, bunun limitini hesablayın. Biz burada artıq bilirik ki, ifadəni kök altında n-ə bölsək, n-ə böləndə burada qalacaq kök altında 49. Həmin n, buradakı kökün daxilinə keçəndə 10n bölünsün n kvadrat olacaq və bununla bunu ixtisar edəndə 10 böl n olacaq. O da sıfıra gedir. Deməli, bu kök altı sıfırdır. Amma bunu, yəni kök altı n-ə böləndə n-lər gedir, qalır kök altında 16. Kök altda 49-dan 7 çıxır, 16-dan da 4 çıxır. Deməli, cavab 4-də 7-yə bərabər olmuş olur. Testimizin düzgün cavabı olur D bəndi. Keçək növbəti suala. Baxırıq ikinci suala. İkinci sualda deyir ki, ABC müxtəlif tərəfli üçbucağında AB 5, BC 12, bucaq B 90 dərəcədən kiçik olarsa, AC tərəfinin ala biləcəyi tam qiymətlərin sayını tapın. Üçbucaq bərabərlisinə aiddir, lakin bizim bu üçbucağımız iti bucaqlı olarsa, bax bu qaydadır. Yazırıq bura A, B, C. Deməli, AB bərabərdir 5-ə, BC bərabərdir 12-yə. Bu bucaq B də 90 dərəcədən kiçikdir, yəni iti bucaqdır. Bunun qarşısına da yəni x yazsaz, qaydaya uyğun olaraq bilməlisiniz ki, x kiçik olmalıdır bunların kvadratları cəmindən. 12-nin kvadratı 144, 5-in kvadratı da 25. Bu da böyükdür. Deməli, 12 çıx 5, 7-dən. Deməli, bura yenə 7 olur. Bura isə 169 edir. Oradan da 13 çıxır. Burada x-in ala biləcəyi qiymətlər 8, 9, 10, 11, 12 ola bilər. Amma müxtəlif tərəfli üçbucaq dediyi üçün bu tərəflərdən biri 12-dirsə, deməli 12 qiymətini ala bilmir. Yerdə neçə qiymət qalır uşaqlar? 4 dənə qiymət qalmış olur. Ona görə testimizin düzgün cavabı olur burada B variantı, B bəndi. Hər bir sualı oxuyacağım, çünki yəni suallar belə deyək də sizin üçün tam aydın olmaya bilər. Ona görə tam şəkildə hər birinin şərtini oxuyacağım. Keçək növbəti suala. Baxırıq üçüncü suala. Üçüncü suala deyir ki, həcmi 729 kub santimetr olan kubdan tilləri AB 4, AC 7 santimetr olan DABC piramidası kəsilmişdir. Və söhbət bu piramidadan gedir. Deyir, kubun qalan hissəsinin həcmini tapın. Əgər mən bu piramidanın həcmini tapsam və kubun həcmindən həmin piramidanın həcmini çıxsam, deməli, kubun qalan hissəsinin həcmini tapmış olacam. Yaxşı, gəlin baxaq. Deməli, kubun həcmi 729-dursa, buradan bilməlisiniz ki, kubun tili artıq bərabərdir 9 santimetrə. O da bax, bu hissədir. Yəni, həm piramida üçün bu hündürlükdür 9, həm də nədir? Kubun tilidir. Onda piramidanın həcmini tapmaq üçün 3də 1 S oturacaq, vurulsun H düsturundan istifadə edəcəm. Bu da bərabərdir 3də 1 vurulsun. Baxın, piramidanın oturacağı nədir? Burada düzbucaqlı üçbucaqda. Bunun sahəsini tapmaq üçün 7-ni 4-ə vurursunuz 28, onu da yarıya bölürsünüz 14. Vurulsun hündürlük də 9-dur. 9 ilə 3 ixtisar gedir 3, 3-ü də 14-ə vuranda olur 42. Deməli, ümumi kubun həcmindən 729-dan bu 42-ni çıxsa, 9 çıx 2, 7, 12 çıx 4, 8, burada da 6. Düzgün cavab 687 kub santimetr alınmış olur. Yəni, testimizin doğru variantı olur Y bəndi. Keçək növbəti suala. Baxırıq dördüncü suala. Dördüncü sualda yazıb ki, y bərabərdir. Gəlin funksiyanı burada qeyd edək. Y bərabərdir 9 üstü sinus x funksiyasının qiymətlər çoxluğunu tap deyir. Biz bilməliyik ki, ümumiyyətlə sinus x mənfi 1 ilə müsbət 1 aralığında qiymət alır. Düzdür? Baxın, mənfi 1 ilə müsbət 1 aralığında qiymət alırdı. Ona görə nə edirsiniz? Bir dəfə 9-un üstünə mənfi 1 yazırsınız, bir dəfə 9-un üstünə 1 yazırsınız. Və bunun cavabı bərabər olur 9-da 1 ilə 9-a. Yəni, testimizin düzgün cavabı D bəndi, D variantı alınmış olur. Keçək növbəti suala. Baxırıq 5-ci suala. 5-ci sual deyir ki, fx bərabərdir x kvadrat çıx 2x üstəgəl 1 funksiyasının artma aralığını tapın. Bilirsiniz ki, funksiyanın artma aralığını tapmaq üçün onun törəməsini tapıb, artma deyirsə, böyük bərabərdir 0 etmək lazımdır. Yox, azalma desəydi, onda kiçik bərabərdir 0 eləyəcəkdiniz. İndi bunun törəməsini tapanda olur 2x çıxılsın 2. Böyük bərabərdir 0-dan. Buradan 2x böyük bərabərdir 2-dən, onda x böyük bərabər olur 1-dən. Deməli, artma aralığı 1-dən müsbət sonsuzğa olmuş olur. Testimizin doğru variantı olur Y bəndi. Keçək növbəti suala.
Baxırıq 6-cı suala. 6-cı sualda bizə deyir ki, perimetri 20 metr olan bərabəryanlı trapesiyanın yan tərəfi onun orta xəttinə bərabərdir. Trapesiyanın yan tərəfini tapın. Baxın, bu olsun bizim trapesiyamız. Yan tərəflərə məsələn x desə, bunun orta xətti də olsun x. Amma oturacaqları bilmirəm. Biri A olsun, biri B olsun. Deyir ki, bu orta xətt yan tərəfə bərabərdir. Həm də bilməlisiniz ki, orta xətt nədir? Oturacaqlar cəminin yarısıdır. A üstə gəl B bölünsün 2-dir. İndi perimetri 20 veribsə, siz burada bütün tərəfləri toplasaz, olur 2x üstə gəl A, üstə gəl B bərabərdir 20-yə. Buradan 2-ni çarpaz şəkildə x-a vursaz, tapırsınız ki, 2x elə A üstə gəl B deməkdir. Bax, fikir verin, burada A üstə gəl B-nin əvəzinə 2x yazsaz, 2x üstə gəl 2x olur 4x bərabərdir 20-yə. X də bərabərdir 20 bölünsün 4, düzgün cavab 5 alınmış olur. Elə sizdən trapesiyanın yan tərəfini tapmağı istəyir. Siz də yan tərəfə x demisinizsə, deməli testin düzgün cavabı burada B var, üzr istəyirəm, C variantı, C bəndi alınmış olur. Keçək növbəti suala. Baxırıq, deməli 7-ci sual. Deyir, məktəb olimpiyadasında 200 oğlan və 300 qız iştirak edir. Oğlanlar bütün iştirakçıların neçə faizini təşkil edir? Əgər biz oğlanların bütün iştirakçılar içərisində neçə faiz təşkil etdiyini tapmaq istəyiriksə, oğlanların sayını bölməliyik ümumi iştirakçıların sayına, yəni 500 nəfərə. Vurmalıyıq 100-ə. Bu da bərabərdir. 2-0 buradan, 2-0 buradan, 200-ü bölürsüz 5-ə, düzgün cavab 40% almış olur. Yəni testin doğru variantı olur A bəndi. Keçək növbəti suala. Baxırıq 8-ci suala. 8-ci suala deyir ki, sinus x çıxılsın kosinus x bərabərdir 0 olarsa bu tənliyi həll edin. Çox rahat bir trigonometrik tənlik salınıb. Sinus x bərabərdir. Kosinus x-i atırsınız bu tərəfə. Sonra hər bir tərəfi kosinus x-ə bölürsünüz. Və sinusu kosinusa böləndə bu olur tangens x bərabərdir 1-dirsə, tangens 1-i harda alır? X bərabərdir pi bölünsün 4 üstə gəl pi k. Pi böl 4 üstə gəl pi k. Bax, testimizin düzgün cavabı C bəndi, C variantı alınmış olur. Keçək növbəti suala. Baxırıq burada, deməli 9-cu suala. 9-cu sual deyir ki, A və B-nin hansı qiymətini, bunu köçürtdüm bura birbaşa olaraq, deyir bu çox həddinin qüvvəti 5-ə bərabər olar. Bu çox həddini siz əvvəlcə sadələşdirməlisiniz, çünki yanında dəyişənləri eyni olanlar var. Məsələn, 3x üstü 8 ilə mənfi ax üstü 8-dən x üstü 8-i çıxardırsınız mötərizənin xaricinə. Qalır burada, deməli, əmsal 3 çıxılsın A. Üstə gəl. B x üstü 6, üstə gəl 2x üstü 6. X üstü 6-nı çıxardırsınız mötərizənin xaricinə. Əmsal olur B üstə gəl 2. Daha sonra mənfi x üstü 5 olduğu kimi qalır. Üstə gəl 4x-in kvadratı olduğu kimi qalır. Üstə gəl 1 olduğu kimi qalır. İndi bu sizə deyir ki, qüvvəti 5-ə bərabər olsun. Əgər qüvvətin 5-ə bərabər olmağını istəyiriksə, 5-dən yuxarı olan qüvvətləri biz burada itirməliyik. Yəni, bunu da itirməyin bir mənası var ki, gərək əmsal 0-a bərabər olsun. 3 çıx A 0-a bərabərdirsə, buradan A-nın qiyməti 3 olur. Yox, B üstə gəl ki, 0-a bərabərdirsə, buradan B-nin qiyməti mənfi 2 olmuş olur. Bu da bax, bunu istəyir sizdən. A-nın qiyməti 3, B-nin qiyməti mənfi 2. Deməli, testimizin doğru variantı olur D bəndi. Keçək növbəti suala. Baxırıq burada 10-cu suala. 10-cu sualda deyir ki, x kvadrat çıx 6xy üstə gəl y kvadrat bərabərdir mənfi 47-yə, x çıx y bərabərdir 1. Olarsa, bu tənklər sistemindən x, y hasilini tapmışaq. Yendirim, sualların hər birini, şərtini, dəqiqini sizə oxuyuram ki, siz də baxanda, yəni burada nə yazıldığını görəsiz də, belə deyək. Rahat bir sualdır. 6xy parçalayıram. Yazıram xy, daha doğrusu x kvadrat çıxılsın 2xy üstə gəlsin y kvadrat çıx 4xy bərabərdir mənfi 47-yə. Buradan, bax, bu nəyə bildirir bizə? Bu, x minus y-ın kvadratını bildirir, düzdürmü? Sizə də x minus y-ın 1 olduğunu veribsə, deməli, kvadratı nə olacaq? Elə 1 olmuş olacaq. 1 çıx 4xy bərabərdir, mənfi 47-dirsə, 47-ni atırsınız bu tərəfə, müsbət 4xy bərabərdir 48-dirsə, onda buradan xy bərabərdir 48 bölünsün 4, düzgün cavab 12-yə bərabər olmuş olur. Yəni, testimizin doğru variantı olur C bəndi. Keçək növbəti suala. Baxırıq burada 11-ci sual. 11-ci sual deyir ki, müstəvidən 8 desimetr məsafədə olan nöqtədən bu müstəviyə uzunluğu 16 desimetr olan mail çəkilmişdir. Perpendikulyarın mail üzərindəki proyeksiyasını tapın. Gəlin belə edək. Deməli, müstəvidən 8 desimetr məsafədə olan nöqtədən. Bu nöqtə olsun. Burada belə bir 8 desimetrlik bir məsafə var. Bu nöqtədən bura qədər məsafə olsun 8 desimetr. Özdə bu perpendikulyardır. Deyir ki,
Deyir ki, həmin nöqtədə müstəvi uzunluğu 16 desimetr olan mail çəkilmişdir. Bax, belə bir mail çəkilmişdir. Mən bunu birləşdirirəm ki, bunun proyeksiyası olsun. Əgər uzunluq 16-dırsa, deməli bu 30 dərəcədir ki, 30 dərəcə bucaq qarşısının katet 16-ın yarısı olur. Buna da 60 desə, maksimum 60-ın qabağındakı da olar 8 kökdə 3. Bizə deyir ki, perpendikulyarın mail üzərindəki proyeksiyasını tap. Bax, perpendikulyar budur da. Bunun mail üzərindəki proyeksiyasını tapmaq istəyirsinizsə, buradan bir dənə belə hündürlüyü çəkin. Və bu perpendikulyarın deməli proyeksiyası olmalıdır. Bax, bu hissəni istəyir sizdən. Bax, buranı. Siz də baxmalısınız ki, yenə üzbucağı 3 bucaq yaranır burada. Bura 60 dərəcədirsə, burada 30 dərəcədir. Bax, bizdən soruşulan bu hissə bu tərəf 30 dərəcəlik bucaq qarşısına dayanan katitdir. Deməli, 8-in yarısı 4-ə bərabər olmuş olacaq. Ona görə 11-ci sualda testimizin düzgün cavabı olur A bəndi, yəni 4 desimetr. Keçən növbəti suala. Baxırıq burada 12-ci suala. Deyir ki, bowling liqasının oyunçuların nəticəsi və eyni nəticə göstərən oyunçuların sayı cədvəldə göstərilmişdir. Verilmiş nəticələrin medianı ilə modasının fərqini tapın. Median bilirsiniz ki, ədədləri artan sıra düzlükdə ən ortada dayanan həddir. Moda isə ən çox təkrarlanan, yəni ədəddir də belə deyək. İndi gəlin biz bunları nə edək? Artan sırada düzək. Onsuz da medianda bizə lazım olacaq. Balacadan, yəni kiçikdən başlayırıq. 2-dən 125 var. 125, 125. Sonra 4 dənə 130 var. 130, 130, 130, bir dənə də 130. 4 dənə 130 var. 2 dənə 135 var. 135, 135. İndi məcbur aşağı keçəcəm. 1 dənə 140 var. Sonra 3 dənə 145 var. 145, 145, 145. 2 dənə də 150 var. 150 və 150. Bizdən nəyi tələb edir? Moda. Moda diqqətlə baxsaq, bax fikir verin, ən çox təkrarlanan burada 4 dənə olandır da. Baxın, budur. Bircə dəqiqə. Bax, bu 4 dənə olandır. Ən çox təkrarlanan, burada bu 4 dənə olan 130-dur. Deməli, moda bərabərdir 130-a. Moda bərabərdir 130-a. Medianı da tapsaq, indi artan sırada düzmüşüksə, ən ortada duran lazımdır bizə, düzdürmü? Ən ortada duran. Bax, fikir verin, 6 dənə buradan belə bölünür. Elə aşağı yazdıqlarım da 6 dənədir. Ortaya 2 dənə düşür. Ortaya əgər 2 ədəd düşürsə, nə eləməsiniz? Toplayıb yarıya bölməlisiniz. Elə 135-in 2 dəfə toplayıb yarıya böləndə 135 edir. Bu da oldu 135. İndi sizdən deyir ki, medianla modanın fərqini tapın. Bu 135-dən də bu 130-u çıxmalısan və cavab 5-ə bərabər olmalıdır. Burada varianta baxıram. Y bəndi, bəli. Cavabımız Y variantıdır. Deməli, 12-ci sualda testin doğru variantı olur Y bəndi. Keçək növbəti suala. Baxırıq 13-cü suala. 13-də deyir ki, ədədi silsilənin ilk 10 həddinin cəmi 220-dən böyük, 260-dan isə kiçikdir. Bu silsilənin birinci həddi 7 və bütün hədlər, natural ədədlər olarsa silsilə fərqini tapın. Deməli, yazırıq bura S10 böyük olmalıdır 220-dən, kiçik olmalıdır 260-dan. S10'un açılışını yazsaq, deməli 2A1, A1 də 7-dir, 2 dəfə A1 14, üstə gəl 9D, bölünsün 2, vurulsun 10. Böyük olmalıdır, daha doğrusu kiçik olmalıdır 260-dan, böyük olmalıdır 220-dən. Hər tərəfi 10-a bölsək, deməli, hər tərəfi 10-a bölsək. Buradan sıfırımız gedir, qalır 22. Hər tərəfi 2-yə vursaq, 44, 14 üstə gəl, 9D, 26-nı da 2-yə vursaq, 50. Deməli, 2. Hər tərəfdən 14 çıxsaq, 9D kiçikdir 38-dən, böyükdür 44-dən 14 çıxanda 30. Hər tərəfi də 9-a bölsək, D kiçik olur, deməli, 4 tam 9-da 2-dən, amma böyük olur 3 tam 9-da 3-dən. Bu aralıqda D-nin ala biləcəyi yeganə qiymət 4-ə bərabər olmuş olur. Yəni, silsilə fərqini soruşur. Düzgün cavab C variantı, C bəndi alınmış olur. Keçək növbəti suala. Baxırıq 14-cü suala. Belə bir loqaritmik bərabərsizlik verir. Deyir, bunun ən kiçik həllini tapın. Yazırsınız ki, x kvadrat üstə gəl x üstə gəl 3 kiçik bərabərdir 3-ün kvadratı 9 və əsas birdən böyük olduğu üçün işarə nə oldu? Dəyişmədi. X kvadrat üstə gəl x 3-dən 9-u çıxırsınız -6 kiçik bərabərdir 0-dan. Viyyətə görə bunun kökləri -3 ilə 2-dir. Deməli, -3-ü burada qeyd edirəm, 2-ni burada qeyd edirəm və intervallar üsulu ilə yazsam x kvadratın qarşısı müsbətdir, kənarlar müsbət, orta mənfi olacaq və kiçik bərabərdir 0 ilə verdiyi üçün buranı ştrixləyirsiniz, olur -3 ilə 2. Və indi ən kiçik həlini istəyir sizdən, düzdür, -3 götürəcək, sadəcə buranı yoxlasaq ki, mənfiyə çevirir yoxsa yox, burada diqqətli olun, bu hissəni mənfiyə çevirən qiymət olmamalıdır. İndi -3 də çevirmədiyi üçün elə düzgün cavab Y variantı, Y bəndi alınmış olur. Belə. Keçək növbəti suala.
Deməli 15-ci sual deyir ki, bax verilən bu Z1, Z2 kompleks ədədləri üçün nə etməliyik? Onların hasilini tapmalıyıq. 3 üstəgəl 2-də 1i vurulsun. 3 çıxılsın, daha doğrusu 3 yox. 2 çıxılsın 3-də 1i. Çox sayılı uşaqlar, bir-bir vurub açmalısınız. 3-ü 2-yə vuranda 6. 3-ü 3-də 1i-yə vuranda qalır mənfi i. 2-də 1i-ni 2-yə vuranda müsbəti. 2-də 1-ni mənfi 3-də 1-i-yə vuranda eləyir mənfi 6-da 1 i-nin kvadratı. Müsbət mənfi getdi. I kvadrat mənfi 1-dir. Mənfi 1-dir. Mənfi 6-da 1-ə vuranda olur müsbət 6-da 1. 6 ilə də 6-da 1-i toplayırsınızsa bu eləyir 6 tam 6-da 1. Bunun da cavabı 6-da 37 deməkdir. Yəni testimizin doğru variantı olur A bəndi, A variantı. Keçək növbəti suala. Baxırıq 16-cı sual. Deməli 16-cı sual deyir ki, A və B nöqtələri koordinat başlanğıcı cənzərən simmetrik olarsa A və B-ni tapın. Koordinat başlanğıcı cənzərən simmetrik olanda hər ikisinin deməli koordinatı işarəsinin əksinə dəyişirdi. Deməli bu müsbət 2 olubsa, deməli burada A-nın koordinatı bərabərdir mənfi 2-yə. Amma 3-ün də yəni işarəsi əksinə dəyişib B-nin koordinatı mənfi 3-ə bərabər olmuş olacaq. Nəyə əsasən getdik? Qaydaya əsasən. Mənfi 2 və mənfi 3 testimizin doğru variantı, D bəndi, D variantı alınmış olur. Keçək növbəti suala. Baxırıq burada 17-ci sual. Deyir ki, poliqramın hündürlükləri 6 kökdə 3 və 8 cm. Onlar arasındakı bucaq 60 dərəcədir. Buna əsasən biz poliqramın sahəsini tapmalıyıq. Deməli, gəlin belə edək. Bu bizim olsun poliqramımız A, B, C, D. Bu poliqramın bir hündürlüyü belədir. Deməli, bura 6 kökdə 3-dür. Digər hündürlüyü də olsun bu. Bu da deyir 8-dir. Və onlar arasında qalan bucaq olur 60 dərəcə. İndi baxın, bura 90-dırsa, bunun bu qonşusu da 90-dır. 90, 90, 180, üstəgəl 60, 240 və daxili bucaqların cəmi 360 olmalıdır axı 4 bucaqlı da. 360-dan da 240-ı çıxırsınız, bura qalır 120 dərəcə. Əgər poliqramın kör bucağı 120 dərəcədirsə, deməli bu iti bucağı olur 60 dərəcə. Bura 60 dərəcədirsə, burada 60 dərəcədir. Bunun qonşusu da 90-dır. Onda bura olur 30 dərəcə. Siz baxmalısınız ki, 60 dərəcə bucaq qarşısının katet 6 kökdə 3-dürsə, deməli bu digərinin kökdə 3 mislidir. Onda deməli burada olan, gəlin buranı AH adlandırım. Bu bərabər olur, bu da BF olsun. AH nəyə bərabər olur? Bərabər olur 6-ya. Bu da 30 dərəcə bucaq qarşısına dayanan katetdirsə, deməli hipotenuz bunun 2 misli olur. Yəni 12-yə bərabər olmuş olur. İndi burada 12 də, burada 12 olmuş olur. Bax, qutardı. Tapdınız ki, tərəf 12-dir. Bu tərəfə çəkilmiş hündürlük 8-dir. Sahəni tapmaq üçün 12-ni vuracaqsınız 8-ə. Bunun da düzgün cavabı 96 kvadrat santimetr alınmış olur. Yəni testimizin doğru variantı olur C bəndi. Keçək növbəti suala. Baxırıq 18-ci suala. Deyir, kürənin radiusunu 5 dəfə artırdıqda onun həcmi necə dəyişər? Kürənin tez həcm düsturunu yadınıza salırsınız. V bərabərdir 3-də 4 pi r kubu. Bax, fikir verin, r kub. İndi radiusu əgər 5 dəfə artırsa, həcmi r-in kubu, yəni 125 dəfə artmış olacaq. Buna görə testimizin düzgün variantı olur D bəndi. İzahı silməyim. Deməli, testimizin düzgün variantı, bax, D bəndi, D variantı alınmış olur. Keçək növbəti suala. Baxırıq 19-cu suala. Deyir, bu tənliyi həll edin. Diqqətlə baxsaq, burada kvadrat verib, burada modul verib. Siz bilməlisiniz ki, kvadrat da müsbətdir, modul da müsbətdir. Sadəcə cəm sıfıra bərabərdirsə, bu dəfə mən hər ikisini nə edəcəm? Sıfıra bərabər etmiş olacam. Yazıram x kvadrat, üstəgəl x, çıx 6 bərabərdir sıfıra. Digər tərəfdən x kvadrat, üstəgəl 4x, üstəgəl 3 bərabərdir sıfıra. Deməli, burada ödəyən köklər viyyətə görə mənfi 3-lə mənfi 1-dir. Amma burada ödəyən köklər viyyətə görə mənfi 3-lə, deməli 6 olmuş olur. Yox, üzr istəyirəm. Mənfi 3-lə 2 olmuş olur. Vuranda mənfi 6 eləsin. Və hər ikisini ödəyən kök olmağı üçün mütləq ortaq götürməliyəm. Bax, onun da cavabı mənfi 3-ə bərabər olmuş olur. Yəni testimizin doğru variantı olur C bəndi. Keçirik növbəti suala. Baxırıq 20-ci suala. 20-ci suala deyir ki, A və B vektorları verilmişdir. K-nın hansı qiymətində 3A üstəgəl B vektorunun uzunluğu 17-yə bərabərdir. İndi siz 3A-nı tapmaq istəyirsə, bunun hər bir ədini hər bir deməli koordinatını 3-ə vurursunuz. Bu olur 15. 3-ə vuranda 3K, 3-ə vuranda 3 vur mənfi 2 mənfi 6. İndi B-ni də yazıram 2,
15, bir də 6. Deyir, bunları toplamalısan. Topladıqda olur 17. Daha sonra 3K üstə gəl 15. Mənfi 6-nı 6-nı toplayanda eləyir 0. Və uzunluğu 17-dirsə, deməli, bunun modulda, yəni uzunluğunu istəyirsən. Bu da kök altında olur. Hər birinin kvadratları cəmi. 17-nin kvadratı 289. Üstə gəl. 3K üstə gəl 15-in kvadratı. 0-ın kvadratı 0-dır. Bərabərdir 17-yə. Hər tərəfi kvadrata yüksəldirəm. Onda 289 üstə gəl. 3K üstə gəl 15-in kvadratı bərabərdir 289-a. Bundan bu gedir 0-dır. Deməli, baxın, bunun kvadratı, bu ifadənin kvadratı 0-a bərabər oldu. Deməli, özü də 0-dır. 3K üstə gəl 15 bərabərdir 0-a. Və buradan yazırıq 3K bərabərdir mənfi 15-ə, K da bərabərdir mənfi 5-ə bərabər olmuş olur. Yəni, testimizin doğru variantı olur D bəndi. Keçək növbəti suala. Baxırıq 21-ci sual. 21-ci sual deyir ki, B parametrin hansı qiymətində, baxın, sistemi buraya yazdım. Deyir, bu bərabərsizlər sisteminin yeganə həlli var. Yeganə həllin olmağı üçün bunlar bir-birinə bərabər olmalıdır. Yəni, bax, gəl məntiqlə düşünərik. X-in bir dənə qiymətində ödəməlidir. Ona görə bunlar gərək bir-birinə bərabər olsun. Yazırsınız ki, 2B-nin kvadratı çıxılsın 3B, üstə gəl 7, bərabərdir B-nin kvadratı, üstə gəl 5B, çıxılsın 9-a. 2B kvadratından burada B kvadratını çıxırsınız. Qalır B-nin kvadratı. Mənfi 3B, mənfi 5B edir, mənfi 8B. 7-dən üstünə 9 gəlsiz, 16 bərabərdir 0-a. Bu da B çıx 4-ün kvadratı olduğu üçün, əgər kvadrat 0-a bərabərdirsə, deməli, özü də 0-a bərabər olacaq. Buradan da B-nin qiyməti 4-ə bərabər olmuş olur. B-nin qiyməti 4-dürsə, deməli, testimizin düzgün cavabı olur B bəndi. Keçək növbəti suala. Baxırıq 22-ci sual. 22-ci sual deyir ki, bax, verilən bu 7 rəqəmli ədədin rəqəmlərinin yerini dəyişməklə 6 rəqəmi ilə başlayan neçə müxtəlif 7 rəqəmli ədəd var? 6 rəqəmi ilə başlayan deyirsə, bu 6 rəqəmin özünü at getsin. Yəni, burada təkrarlanmanı soruşur da sizdən. Bax, 6 rəqəmini atdınız, yerdən içindən qaldı 1, 2, 3, 4, 5, 6. 6-sının yer dəyişməsi olur 6 faktorial. Bölünsün. Bu ikisi təkrarlanır, olur 2 faktorial. Vurulsun, 3 dənə də 7 təkrarlanır, olur 3 faktorial. Bu, bilirsiniz nəyə bənzəyir? Topluda o verildiyi həndəsə sözünün rəqəmlər, daha doğrusu hərflərinin yerini dəyişmədə söz yaratmaq. Bax, bu o tipli bir sualdır. Bu da bərabərdir. 6 faktorialı 6 vur 5 vur 4 vur 3 faktorial yazaram. 2 faktorial 2-dir. 3 faktorial da qalar. Bundan bu ixtisar gedər. 2 ilə 4 gedər. 30-da 2-yə vuranda düzgün cavab 60-a bərabər olmuş olar. Yəni 22-ci sualda testimizin düzgün cavabı olur B bəndi. Keçək növbəti suala. Baxırıq 23-cü suala. 23-cü sualda deyir ki, bax, bu verilən qövslər bu nisbətdə olarsa AYB-ni tapın. Gəlin bir-bir qövslərə baxaq. AB qövsü olacaq 12x. Bax, AB qövsü budur. Bura 12x-dir. Sonra BC qövsü 8x. Bax, BC qövsü buradır. Bura olur 8x. CD qövsü buradır 2x. Bax, CD buradır. CD qövsü 2x-dir. Daha sonra DA qövsü də 3x-dir. Bax, DA qövsü də buradır 3x-dir. Bütövlükdə neçə olur? 12, 8, 20, 25x. 25x bərabərdir 360-dırsa, 5-i ixtisar apar, 5x bərabərdir 72-yə, x də bərabər olur 72 bölünsün 5-ə. X bərabər olur 72 bölünsün 5-ə. İndi bizə deyir ki, AYB bucağını tapın. Bax, AYB bucağı budur da bizim üçün. Baba, buradır. Bu da iki kəsər arasında qalan bucaqdır. Biz də bunu necə elədik? Böyük qövsdən 12x-dan çıxırdıq kiçik qövsü 2x-i. 12x-dan çıxırdıq 2x-i, bölürdük 2-yə. 10x-i 2-yə böləndə bu eləyir 5x. X-i tapmısan, gətir yerinə yaz. Bu da bərabərdir. 5 vurulsun 5-də 72. Bu 5-lər ixtisar gedir. Düzgün cavab 72 dərəcəyə bərabər olmuş olur. Testimizin cavabı. Belə, keçək növbəti suala. Baxırıq 24-cü suala. 24-cü sual deyir ki, M-in hansı ən kiçik tam qiymətində verilən bu parabolanın təpə nöqtəsi birinci rübdə yerləşir. Baxın, parabolanın təpə nöqtəsinin birinci rübdə yerləşməyini istəyirsinizsə, onun deməli təpə nöqtələrindən bu M də müsbət olmalıdır, N də müsbət olmalıdır. Bax, fikir verin, birinci rübdə yerləşməyini istəyirsinizsə, M də müsbət olmalıdır, N də müsbət olmalıdır. İndi həm M, həm də N müsbət olmalıdırsa, gəlin bunların düsturlarını yazaq. M-in düsturu nə idi? M bərabər idi, mənfi B bölünsün 2A-ya. N nə bərabər idi? 4AC çıx B kvadrat bölünsün 4A-ya.
İndi gətirib bir-bir hesablayaq. Deməli, mənfi qalır. B-nin yerində bax, bu dayanıb. Bunu vurub açıram. 2m çıx 10 bölünsün 2. Böyük olmalıdır 0-dan. Mənfiyə bölsəz işarə dəyişir. Bunu da 2-yə bölsəm m çıx 5. M çıx 5 kiçikdir 0-dan. Burada olur m kiçikdir 0-dan. Bu m parametridir. Yaxşı, indi bu qalsın burada. Bir də n böyükdür 0 deyir. Bir dəqiqə. Burada niyə 0-dan 5-i keçirəm bu tərəfə, bu 5 edir. Aha. İndi n böyükdür 0 deyirsə, bunu tapaq. 4 aset, 4 dəfə 1, 4 vurulsun m kvadrat. Bu eləyir 4m'in kvadratı. Buradan çıxmalıyam. Buranı silin, məni çaşdırmasın. Buradan çıxmalıyam b-nin kvadratını. Bax, b budur. Bunun kvadratı nə edir? 4 vurulsun, m çıx 5-in kvadratı eləyir. Bu da eləyir 4 vurulsun. Bunu açsam, m kvadrat çıxılsın 10m, üstə gəl 25. 4-ü vurub bunu açsam, olur 4m'in kvadratı, çıx 40m, üstə gəl 100. Və bu ifadəni indi qarşısına mənfiyə görə açsam, olacaq çıx 4m'in kvadratı, üstə gəl 40m, çıx 100. Bölünsün 4 4 dəfə də 1, yenə o da eləyir 4. Bu nə olmalıdır? Böyükdür 0 olmalıdır. Bu nə olmalıdır? Böyükdür 0 olmalıdır. İndi burada 4m kvadratlar gedir və mən bunu gətirib 4-ə bölsəm. Olacaq 40m çıx 100 bölünsün 4 bölünsün 4. Daha doğrusu gəlin bunu 4-ə bölək də birbaşa olaraq. Deməli 40m-i 4-ə bölsəz bu eləyir 10m, 100-ü də 4-ə bölsəz eləyəcək 25. Böyükdür 0-dan. Buradan 10m böyükdür 25-dirsə, m də böyükdür 25-i 10-a bölsək bu da eləyir 2,5. Yəni bu olmalıdır 2,5-dən böyük, 5-dən kiçik. 2,5-dən böyük, 5-dən kiçik və ala biləcək ən kiçik qiymət də deməli 3-ə bərabər olmuş olur. Düzgün cavab olur 3. Keçək növbəti suala. Baxırıq burada deməli 25-ci suala. 25-ci sual yazıb ki, 6 kosinus 25 vurulsun kosinus 65. Mən bu kosinus 65-i deməli 65-in 90-a tamamlayıcısı 25 olduğuna görə kosinus 65-i silib sinus 25 yaza bilərəm. Bax, bunu buradan sildim. Yazıram nə? Yazıram sinus 25 və bu altında parçalayıram. Yazıram 3 dəfə 2. İndi bax, fikir verin. 2 kosinus alfa sinus alfa və ya 2 sinus alfa kosinus alfa. Bu sinus 2 alfanın düsturudur. Yəni 3 sinus 25-i vuranda 2 eləyir 50 bölünsün. Bu kosinus 40-da yenə 40-ın deməli 90-ın tamamlayıcısı nədir? 50-dir. Yazırsınız sinus 50 sinus 50. Bu 3-ü gəlin ataq qabağa, 3 vurulsun. Burada da qalsın kök altı 3 çıx 1. Bax, fikir verin, sinus 50-lər gedir. Sinus 50-lər gedir. Aha, burada bir dənə üstəgəl 1 var. Bunu görmədim. Burada bir dənə üstəgəl 1 var. Aha, deməli olur 3 vurulsun. Burada kök altında təkcə 3 üstəgəl 1 qalıb. Düzdür? Yox, bu bir kənardadır. Bu 1-in buna aidiyyatı yoxdur. Aha, üstəgəl 1 qalıb. Bu da olur kök altı 3 çıxılsın 1. Bu da a kvadrat minus b kvadrat olduğu üçün 3-dən çıxırsınız 1-i 2 eləyir. 3-ü də 2-yə vurursunuz eləyir 6. Düzgün cavab 6-ya bərabər olmuş olur. Belə, keçək növbəti suala. Baxırıq burada 26-cı sual. 26-cı sualda yazıb ki, deməli sərhədlər A-dan 3-ə. Bunu 1 bölünsün x kimi yazıram. dx bərabərdir 3 ln 2-dirsə, 1 bölü x-in integralı ln x. Deməli, burada olacaq 3-dən A-ya sərhədlər bərabərdir 3 ln 2-dirsə, gəlin bunu elə 2-nin kubu şəklində, yəni burada 8 yazaq. Və gətirib yerinə qoyanda olacaq ln A çıx ln 3 bərabərdir ln 8-ə. Onda burada ln A bərabərdir ln 8 üstə gəl ln 3. ln A bərabərdir, bu da 24 eləyir. Deməli, avtomatik bilirsiniz ki, buradan A 24-ə bərabər olmuş olur. Düzgün cavab olur 24. Keçən növbəti suala. Baxırıq 27-ci suala. 27-ci sual deyir ki, uyğun tərəfləri paralel olan alfa və beta bucaqları üçün uyğunluğu müəyyəndir. Bunlar ya eyni adlı olur, ya da müxtəlif adlı olur. İndi buradan görürük ki, hamısı müxtəlif adlıdır. Deməli, o zaman alfa ilə betanın cəmi bərabər olmalıdır 180 dərəcəyə. Burada 2K üstə gəl 3K eləyir 5K. 5K əgər 180 dərəcəyə bərabərdirsə, buradan K bərabər olur 36-ya. Onda 2K olur 72, 3K bərabər olur 108-ə. Bucaqların heç birini verməyib, sadəcə 108-dən 72-ni çıxanda qalır burada, deməli 36 dərəcə. Bax, bucaqların fərqi 36 dərəcədir. Bəli, biri uyğun gedir B.
Buranı düz başlayıblar. Sonra baxıram ikinci. İkincidə 5K, bu da 4K. 5K ilə 4K-nın cəmi eləyir 9K. Əgər 9K 180 isə K bərabər olur 20-yə. Deməli 5 dəfə 20 100 dərəcə, 4 dəfə 20 80 dərəcə. Və bucaqlardan kiçiyi 80 dərəcədir. Bir bura D variantı uyğun gedir. Bu yazılıb. Bir də hansı variant uyğun gedir? 100 çıx 80 20. Yox, onu verməyiblər. Bucaqların fərqi 20-ni verməyiblər. Lap yaxşı, keçirəm digərinə. Deməli, alfa bərabərdir 3 bettaya. Bura 3 betta yazsam, betta ilə toplasam eləyir 4 betta bərabərdir 180-ə, betta da bərabərdir 45 dərəcəyə. Deməli, biri elə 45-dir, 3 dəfə də 45, 135 dərəcə olmuş olur. Bax, bucaqlardan böyük 135-dir, bir bu verilib. Bunu Y eləyək. Bir də ki, 135 çıx 45 eləyir 90. Bucaqların fərqi 90 dərəcədir. Bu da olur A. A ilə Y. 1-ə B, 2-yə D, 3-ə də A ilə Y. Ümumiyyətlə, uyğunluq sualları rahat suallar olur. Sadəcə orada diqqətli olmalısınız ki, səhvə yol verməyəsiniz. Rahat suallar olur. Diqqətli olmalısınız ki, səhvə yol verməyəsiniz ki, sual nə olmasın, itməsin. Keçək növbəti suala. İndi isə baxırıq, deməli, burada situasiya tipli olan sualın izahına. Sual bu formada yerləşdim. Bir sandığın qapaq hissəsi yarım silindirdir. Bax, bu hissəsi. Aşağı hissəsi isə eni 0,6 metr. Bunu biraz kiçiltməli olacam. Aha, şəklə baxaq. Bax, bu hissəsi 0,6 metrdir. Uzunluğu, bax, bu hissəsi 1 metrdir. Hündürlüyü isə, bax, bu hissəsi 0,8 metr düzbucaqlı parapet formasındadır. Burada dayanacam. Niyə görə? Bax, birinci 28-ci sualı oxuyun. Deyir, sandığın həcmini tapın. Birinci növbədə sandığın həcmini tapmaq istəyirəmsə, yazacam bura bu formada. Sandıq nədən ibarət idi? Deməli, bir parapetdən ibarətdir, bir də yarım silindirdən ibarətdir. Düzdürmü? Bax, həcm bərabərdir. Yazıram bura V, parapet, üstə gəlsin V, yarım silindir. Yarım silindir, nəsə belə. Bu da bərabərdir. Parapetin həcmini tapmaq üçün bütün ölçülərini bir-birinə vurursunuz. 1, vur 0,6, vur 0,8. Silindirin, deməli, yarısının həcmini tapacam. Öz həcmi isə pi r kvadratdır. Bax, pi-nin yerinə 3 yazıram, vurulsun. Erimiz, deməli, 0,6-nın yarısı, burada eləcək 0,3. Onun kvadratı eləyir 0,9. Hündürlükdəki 1-dir, bərabərdir. Bunu hesablayanda 0,48 və silindirin yarısı eləyir 0,135. Ümumi topladıqda, deməli, tapırsınız ki, həcmi 0,615 kubmetrə bərabər olmuş olur. Deməli, bu bizim oldu situasiyamızın birinci sualın izahı. Keçən növbəti izahına. Burada yazılıb ki, 29-cu sualda boş sandığın kütləsini tapın. Boş sandığın kütləsini tapmaq istəyirsə, bax, bu artıq ikinci cümləni oxumalıyam. Deyir ki, sandığa hər birinin kütləsi eyni olan 10 əşya qoyularsa, sandığın kütləsi 24 olar. İndi mən sandığın kütləsini bilmirəm də, olsun X, amma 10 əşya qoyursunuzsa, əşyanınki də olsun Y. Bax, əşya Y-dir. 10 dənə qoyduğunuz üçün oldu 10Y. Və nəyə bərabər olmalıdır ümumi kütləsi? Bərabər olmalıdır 24-ə. Bunu qeyd edirik. Sonra sandığa hər birinin kütləsi birinci dəfə qoyulan deyir əşyanın kütləsindən 20% çox olan. Birinci dəfə əşya qoymuşdum Y-dirsə, indi 20% çoxdursa 120% deməkdir. O da eləyir 1,2Y. Və bundan bu dəfə 15 qoysam deyir, kütləsi 30 olar. Yəni X üstə gəl. 15-i vuranda 12 eləyir 18Y bərabərdir 30-a. Bax, 15-i vurdum 1,2-yə. İndi nə edə bilərəm? Yuxarını mənfiyə vursam mənfi X, mənfi 10Y bərabərdir mənfi 24-ə. X üstə gəl 18Y bərabərdir 30-a. İndi toplasaq, bununla bu gedir. 18 çıx 10. Deməli, 8Y bərabərdir 6-dırsa, Y də bərabərdir 6 bölünsün 8. Gəlin, bunu da ixtisar yaparaq 3 bölünsün 4 qalmış olsun. O da nə edir? 0,75 eləyir. İndi deyir ki, bizə nə deyirdi? Boş sandığın kütləsini istəyir. Düzdür mü? Onda X-i tapmalıyam mən. Aha, əla. Gətirib burada yerinə qoyuram. Bax, bu birincidə. Yazıram X, üstə gəl. 10 vurulsun 0,75 eləyir 7,5. Bərabərdir 24-dürsə, buradan da X bərabərdir 24-dən 7,5-i çıxsam, eləyəcək 16,5 kiloqram. Bu da olacaq bizim, deməli, boş sandığımızın kütləsi. Keçək növbəti suala. Və nəhayət oxuyuram 30-cu sualı. Deyir, sandığın qapağının açılması üçün təyin edilmiş parolun rəqəmlərinin müxtəlif olması hadisəsinin ehtimalını tapın. 4 rəqəmli olmalıdır. Onu da hardan bilirəm? Baxın, son cümləyə. Deyir, sandığın deməli, qapağının açılması üçün 4 rəqəmli parol təyin edin. Yəni, məsələ, situasiya 3 yerə bölünür. O 3 hissəyə aid olanda 3 dənə sual verilib. 4 rəqəmli olmağını istəyirəmsə, deməli,
1, 2, 3, 4. Baxın, 4 rəqəmli olmağını istəyirəmsə, yuxarıda əlverişli halların sayı yazılmalıdır. Aşağıda mümkün halların sayı yazılmalıdır. Mümkün hal nədir? Siz bu birinci yerə 10 rəqəmdən 10-nu da yaza bilərsiniz. İkinci yerə 10 rəqəmdən 10-nu da yaza bilərsiniz. Burada. Yəni, hər dördünə 10 rəqəmdən 10-nu da yaza bilərsiniz. Bu bizim, yəni bütün mümkün hallarımızın sayıdır. Amma əlverişli nədir? Əlverişli budur ki, sizə deyir ki, oxuyum bir dənə bu hissəni. Deyir ki, rəqəmlərinin müxtəlif olması eyni ola bilməz. Artıq rəqəmləri müxtəlif deyirsə, deməli birinci yerə 10 rəqəmdən 10-nu da yaza bilirsinizsə, sonra bura neçəsi yaza bilərik biz? Deməli 9, 8, 7. 9, 8, 7. Rəqəmləri müxtəlif. 9, 8, 7. Onda ixtisar aparsaq bununla bu gedir. 2, 5, 4, 2, 5, 2, 2, 5, 2. Bu da yox, üzr istəyirəm, 5. Düzmü ixtisar apardım? 5, 5, 5, 5. Aha, bu eləyir 125. Burada heç nə qalmadı. 9 da 8-ə 7-yə, üzr istəyirəm, 9 da 7-yə vursam 63 almış olar. Yəni 125-də 63. Belə. Bu da bizim sonuncu sualımızın izahı idi. Ümumi nəticəyə baxsaq, suallar demək olar ki, normal səviyyədə düşmüşdü. Yazmaq olardı. İnşallah ki, hər bir sualınız dediyim kimi sizdə doğru çıxmış olar. İnşallah. Bu izahımızın haqqında bu qədər. Yəni suallarımızın izahı haqqında bu qədər. Növbəti izahlarda yenidən bir daha görüşərik. Sağ olun, hələlik.